İsveç-Almaniya yolunu Bakı-Sumqayıt eləmişəm. Karoç 180 avro verdim. Puttgardendən 8-ci liniyanı indi gözləyirəm. Hələ ki, məndən qabaqçılar getdi, keçənmədim. Bir 15 dəqiqə sonra keçəcəm. Hal-hazırda buradayam. Puttgardendəyəm. Puttgardendən Almaniyanın düz ucundayam, ucu. Valla konkret ucundayam da. Yəni türkün məsəli. Nəysə, buradan indi keçirəm Rothavna, amma 20 dəqiqədir, yaxındır. Bir də gələcəm Şöpenhamendən, yəni Kopenhagendən keçəcəm Malmöyə. Öresund körpüsündən. Əslində belə də gedə bilərdim. Nəysə, bu dəfə heç vaxt körpüdən keçməmişəm, körpüdən keçim görüm. Amma yəni sadəcə gəmi və Öresund körpüsündən keçmək 180 avro. Nəysə, belə maraqlıdır. Burayla getməmişdim heç vaxt. Bizim liniyadan başqa ikinci liniya da var. Orada da maşınlar var. O sadəcə bilməm hara gedir. Maraqlıdır. Deyir maksimum maşını 1 dəqiqə xodda saxlaya bilərsiniz. O gəminin içindəki tırlar çıxdı indi. Biz gedəcəyik. Maraqlıdır. Bu da başqa cürdür. Orada restoranlar var, amma çox bahadır. Kola 4 avrodur, 5 avrodur. Dəhşətül vəhşətdir. Yəni, kənardan sanki balaca gəmi görsənir, amma xeyli böyük gəmi. Burada da başqa gəmi keçir. Normaldir. Qabaqda işıqlar var, işıqlara gedir, işıqlara. Hava qəşəngdir. Famous 14 avro, Jameson 25 avro. Qəşəngdir, qiymətləri əladır. Yeğeri 17 avro litri. Qəşəng. Gəmidə buradakı qiymətlər ucuz imiş. Deməli 24 dənə pivə 12 avro. 24 dənəsi 33'lükdən 12 avro. Olan məzə 120 kron, 150 kron lab olsun. Bu İsveçdə ən azı 250-300 kronda axı 24 dənəsi. Yəni qiymətləri əlaymış ki. Ay brat, ay brat. Kolanın özü belə ucuz deyil. 24 dənə kola 10 euro, yəni 24 dənəsi nə qəşəng. Parfümeriyalar nəsə gözüm su içmir, bilmirəm, inandırıcı gəlmir mənə ki, bunlar orijinaldır. Heç inandırıcı gəlmir. Yox, gəminin içindən çıxdıq. İndi gidiyoruz Danimarka. Bütün həyatım yollarda keçdi mənim. Bu nə bala, belə şey olar.